Mən bizim tamaşaçıları salamlayıram və bugün mənim danışacağım mövzu maraqlı bir mövzudur. Son zamanlar mənə müraciət edən pasientlərin bir hissəsində, bir çoxunda xayada müəyyən bir dəyişiklik, müəyyən asimetriya kimi hallar, eyni zamanda cinsi orqanın da kiçilməsi və yaxud da ki, onun yığılması kimi hallarını da müşahidə edirik ki, bu pasientləri çox narahat edir və onlar səbəbi araşdırmaq istəyirlər. Bunu araşdırmaq üçün ilk növbədə müəyyən müayinələrdən keçmək lazımdır. İlk növbədə səbəb müxtəlif ola bilər. Yəni ki, xayların ölçülərinin dəyişməsi, yəni ki, onun kiçilməsi və yaxud da ki, böyüməsi burada həm infeksion, həm də qeyri-infeksion amillərdən asılı ola bilər. İnfeksion amil dedikdə, burada müəyyən infeksion xəstəliklər, yəni ki, cinsi infeksiyalar və eyni zamanda vərəm, eyni zamanda HIV və digər iltihabi xəstəliklər baş verə bilər ki, bunları vaxtında müalicə etmədikdə bu pasientlərdə xayanın ölçülərinin kiçilməsi müşahidə edilə bilər. Eləcə də hər hansı bir travma nəticəsində xaya ölçüsünün kiçilməsi baş verə bilər. Hətta bu kimi hallar, yəni həm infeksion, həm də qeyri-infeksion iltihab proseslərinin nəticəsində xayanın ölçülərinin kiçilməsi atrofiyaya qədər gəlib çata bilər ki, sonda bu xayanın ümumi funksional pozulmasına, yəni ki, onun öz vəzifəsini icra edə bilməməsinə, spermatogenez prosesinin pozulmasına gətirib çıxara bilər ki, bu da sonda təbii ki, həmin pasientlərdə sonsuzluq kimi hala gətirib çıxara bilər. Bu kimi halları biz müşahidə edirik. Yəni, vaxtı ilə keçirilən infeksion xəstəliyi əgər müalicə olunmayıbsa, xayanın ölçüləri kiçilibsə, burada atrofiya baş veribsə, təbii ki, artıq xayalar sperma hasil edə bilməyəcəklər və bu da spermatogenez prosesinin tamamilə pozulmasına, kəmiyyət və keyfiyyət probleminə gətirib çıxaracaqdır ki, sperma faizinin aşağı düşməsi sonda bu pasientləri sonsuzluq kimi problemlə üz-üzə qoyacaqdır. Buna görə də əgər xayada müəyyən dəyişikliklər, kiçilmə və yaxud da ki, xaya nahiyəsində ağrı hiss olunursa, bunun üstünə düşmək lazımdır. Digər tərəfdən bəzən xayada olan problemlər müəyyən hormonal pozğunluqlarla da əlaqədar ola bilər. Çünki bəzi pasientlər anabolic steroidlərdən, testosteronun süni formasından, yəni inyeksiya formasından həddən ziyadə istifadə edirlər müəyyən məqsədlər üçün. Bu da sonda müəyyən orqanizmdə dəyişikliklərə, eyni zamanda xayalarda müəyyən atrofik dəyişiklikləri gətirib çıxara bilər ki, sonda bu arzulanmaz hesab olunur və həmin şəxslərdə reproduktiv sistemdə, sidik cinsiyyət sistemində həm sonsuzluq, həm cinsi funksiyanın pozulması kimi hallar müşahidə edilir ki, bunu da qarşısını almaq üçün vaxtında həkimə müraciət etmək və problemi dəqiqləşdirdikdən sonra həll etmək lazımdır ki, bu sonradan ağır fəsadlara çevrilməsin. Mən sizə sonda yenə təşəkkür edirəm bu kanalı izlədiyinizə görə. Kanala abunə olmağı və videoları bəyənməyi sizdən xahiş edirəm. Sağ olun, salamat qalın.